Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Mən Xəyyam müəllim. Bugün 29 sentyabr müsahibəsində müəllimlərimizə belə bir sual ünvanlanıb ki, daxili motivasiyanı necə yaradırsınız və yaxud da daxili motivasiyanı hansı üsullarla yaradırsınız? Müəllimlər, biz hər birimiz bilirik ki, daxili motivasiyadan gördüyümüz iş bizim həvəslə, istəyərək gördüyümüz bir işdir. Suala isə cavabı bu cür təqdim edirik ki, dərsimin təşkili zamanı hər zaman şagirdlərimin ilk olaraq maraq və tələbatlarını nəzərə alıram. Bundan başqa, verilən tapşırıqların, fəaliyyətlərin, keçirilən mövzuların şagirdlərin həyatlarındakı rolunu onlara tam aydınlığı ilə çatdırıram. Şagirdlər biləndə ki, hansı mövzu, hansı tapşırıq onların həyatlarında hansı rola malikdir, o zaman fəaliyyətləri daha həvəslə, daha bir daxili motivasiya yerinə yetirirlər. Yenə davam edirsiniz. Deyirsiniz, həmçinin şagirdlərimə tapşırıqlar, fəaliyyətlər ünvanlayan zaman onların bacarıqlarına, güclərinə uyğun onları tapşırıq və fəaliyyətlər ünvanlayıram. Heç zaman onlara bacardıqlarından artıq tapşırıqlar və fəaliyyətlər icra etməsinə imkan yaratmıram. Bu isə şagirdlərə hər hansı bir işi, fəaliyyəti daha motivasiya, daha bir daxili motivasiya icra etmələrinə imkan, şərait yaradır. Bundan başqa müəllimlər, həmçinin xarici motivasiya da var ki, xarici motivasiya isə kənardan gələn təsirlər nəticəsində bir işi etməyimizə işarə edir. Bu isə hər hansı bir həvəsləndirmə, hər hansı bir müəllim dəstəkləyici mühiti, hər hansı bir maddi texniki bazadan təminat və s. ola bilər. Çox sağ olun, hər birinizə uğurlar.